Məni Azərbaycanın maraqları düşündürür və bu maraqlarımıza zidd olan bütün siyasətlər təbii ki, bizim hamı tərəfindən qarşı alınmalıdır və ən azından ifşa olunmalıdır. Rusiya son 200 ildəki siyasətini dəyişməksə və bu gün də Azərbaycanın ərazilərini işğal eləmiş və müharibədə tamamlanmadan artıq Azərbaycanla düşmən olan ülkədə olan Ermənistanın ordusuyla ortaq ordu yaradırsa, onun komandanlığın Ermənistanı həval edirsə, din sözlə idarəsindən dolayı verirsə, o demək ki, Ermənistana açıq şəkildə hərbi və siyasi dəstək verir. Bu ortaq orduya Rusiyanın ehtiyacı yoxdur. Bu Ermənistanın ehtiyacını ödəyir. Ona görə bu məsələ ilə bağlı olaraq biz Ermənistanın yeritdiyi müttəfiqlər siyasətinə artıcı hər siyasəti yeritməliyik. Biz də müttəfiqlər siyasətimizdə baxmalıyıq və haqlaşmamaq siyasətindən, bloklara qoşulmamaq siyasətində imtina eləməliyik. Açıq şəkildə NATO'ya müraciət olunmalıdır və biz NATO'nun tam hüquqlu üzvü olmağımız üçün çalışmalıyıq. Və üstəlik də, mən bilməsində bildirdim, Türkiyə ordusunun Naxçıvanda baza olaraq da yerləşməsi, bazasının yerləşməsini də təmin eləməlidir. Çünki artıq Rusiyanın bu hərəkəti Moskva və qaz müqavilələrində Naxçıvanın 3-cü dövlətin protektoratına düşmək məsələsindən bağlı olaraq təhdidlə izlədir. O mənada mən hesab edirəm ki, mənim çıxışım tam yerindədir. Kimin xoşuna gəlib gəlməyən asıl olmayaraq, istəyir 5-ci kanun olsun, istəyir Rusiya və müttəfiqləri olsun, bunların hər hansı təpkisi olursa olsun, bundan sonra da tam çılpaqlığıyla mən bu mövqedən çıxış edirdim. Mənim üçün Azərbaycanın milli maraqları hər şeydən üstündür. Şəxsi və qrup maraqlarımızdan üstündür təbii ki.